Değerli qohumlar, doğmalar, yaxınlar. Və təbii ki, arzu edirik ki, inşallah bu gənclərimizin, bəyimizin, gəlinimizin evlərinin ocaqlarından körpə səsi gəlsin. Oğlan, qız fərq etməz. Təbii ki, əl-ayağı düz övladlardan olsun inşallah. Xalqına, millətinə, valideynlərinə layiqli övladlardan olsun. Və təbii ki, dəyərli qohumlar, dəyərli doğmalar, yaxınlar. Bu özəl gündə, bu gözəl gündə dəyərli valideynlər sevinir. Əziz dəyərli qudalar, qohumlar, analar, atalar, gözünüz çoxlu aydın olsun. Allah bu gözəl günə bol ruzu, bərəkət və xeyirli ömür nəsib eləsin inşallah gənclərimizə, cavanlarımıza, qohumlara, yaxınlara. Və təbii ki, dəyərli dostlar, dəyərli qonaqlar. Allah cəmi bütün şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Demək istərdim ki, yaşasın Azərbaycanımız, yaşasın xalqımız, millətimiz, dövlətimiz, ordumuz və ali başkomandanımız. Bir qalib ölkənin xalqı olaraq, milləti olaraq çox qürurluyuq. Onun üçün də hər birinizdən xahiş edirəm, gəlin bir ürəkdən, gürültülü, özümüzü alqışlayaq xahiş edirəm. Əlləriniz, qollarınız var olsun və bu gözəl gündə çəkiliş qrupumuz, çox möhtəşəm çəkiliş qrupumuz, Efer Fərid qardaşımızın rəhbərliyi ilə hər birinizə xoş gəlmişsiniz deyirik, dəyərli dostlar. Əlbəttə ki, ansamblımız, Ağdaşımızda, bölgəmizdə, Azərbaycanımıza sevilən dəyərli sənətçilər. Başda Kənan qardaşımız, klarnet ifaçısı, dəyərli dostumuz Kənan qardaşımız olmaqla Arzular qrupunu salamlayırıq. Dəyərli Arzular qrupu var olun deyirik hər birinizə. Və bu gözəl gündə çox sinaldı xanım müğənnimiz, Qəbələ elindən təşrif buyuran Şahanə xanım Qəmzəli, xoş gəlib, səfa gətirib, qədəmləriniz var olsun deyirik. İnşallah Şahanə xanımın ifasında, mən Xəyal Sarayevin ifasında gözəl nəğmələr gələcək məhz sizlər üçün dəyərli qonaqlar irəliləyən dəqiqələrimizdə. Və təbii ki, bu ansamblın çəkiliş öncəliyini keyfiyyətli şəkildə sosial şəbəkələrdə yayımlayan dəyərli family qardaşımıza təşəkkürümüzü bildiririk. Var olun deyirik dostlar və inisəniz qonaqlar. Məhz toy sahiblərinin istəyi ilə Arzular qrupunun döyünən ürəyi, sazmen ifaçımız Orxan qardaşımızın təqdimatında milli sazımızda gözəl bir nəğmə gələcək. Eşq olsun, dəyərli dostlar, dəyərli qohumlar, günümüz mübarək olsun deyirik. Bravo! Eşq olsun Orxan qardaşımıza.
Eşq olsun.